Bismillahirrahmanirrahim. Əziz və hörmətli müsəlman bacı qardaşlarımız, sizlərin hər birini Şaban ayının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirik. Şaban ayı 3 seçilmiş aydan biridir. Şabandan sonra Ramazan ayı gəlir. Bu ayda hər nə ibadət etsək, böyük savabı var və bu ayda bizim məsumların viladətidir, mövlududur, doğum günləridir. Şaban ayının 3-ü İmamət və Nübüvvət evinin işığı, günəşi, Əli və Fatimə evladı, balası, cənnət cavanlarının ağalarından biri olan İmamətin 3-cü nuru İmam Hüseyin əleyhissalamın mövlud günüdür. Şaban ayının 4-ü onun əzəmətli, vüqarlı, qəhrəman qardaşı Əbəlfəzl Abbas salamullahi əleyhin mövlududur. Şaban ayının 5-i isə onun o evladı, vilayətin 4-cü imamı İmam Zeynəl-Abidin Səccad əleyhissalamın mövlududur. Bu əziz, müqəddəs günlər münasibəti ilə siz müsəlman bacı qardaşlarımızın hər birinə səmimi qəlbdən təbrik deyirik. Bayramlarınız mübarək olsun deyirik. Bu əzəmətli şəxslər haqqında çoxlu kəlamlar var, hədislər var, buyruqlar var ki, bunların şəxsiyyəti, əzəməti nə qədər də Allah yanında, insanlar yanında və tarix qarşısında da öz xidmətini, öz izini qoymuş şəxslərdir. Bunlar təkcə bir ümmətin, bir qovmin imamı, rəhbəridir. Bütün bəşəriyyətə göndərilib. Bunlar Allah tərəfindən bütün bəşəriyyətindir. Həm də bəşəriyyətdən sonraki bizdə fövqəl aləm deyilə, bəşəriyyət üstü bizim metafizik aləmin ilahə seçdikləri şəxslərdir. Bunlar təkcə yer, cisimlər üçün yox, o dünyada da həm də imamdılar. İmam Hüseyin əleyhissalamın əzəməti, dəyəri, İslama bağlılığı, Peyğəmbərlə bir canlı olduğu həm fiziki qohumluq, həm dini, həm mənəvi qohumluğu haqqında Peyğəmbər əleyhissalam buyurur ki, Hüseyni minni və ənə mən Hüseyin. Əhəbbə Hüseyni mən əhəbbəh. Hüseyin məndəndir, mən Hüseyindənəm. Allah Hüseyni sevənləri sevər. Hüseyin məndəndir, mən Hüseyindənəm. Bir fəlsəfi bəhsdir, dərin qatı var, onun nə deməkdir, çox yerə yozmaq olar. Dini dinimdəndir, canı canımdandır, həm mənim balamdır, elə də yoza bilərik. Yolu yolumdan da deyə bilərik, haqq dində deyə bilərik, mənim haqq canişinim də deyə bilərik. Yəni, qısa, konkret Peyğəmbər buyurur, Hüseyin mənim özümdür, mən də Hüseyinlənəm. Hüseyin məndəndir, mən də Hüseyinlənəm. Onun, yəni, hara istəsək yoza bilərik. Bir qısa, mənəvi termindən desək, İmam Hüseyin əleyhissalam Peyğəmbərin həm özüdür və həm də haqq yolcusudur və yolunu gedəndir. Bizlər də onun haqq yolunu davam edənlərdən olaq inşallah. Başqa bir hədisdə Peyğəmbər əleyhissalam buyurur, İnnəl Hüseyni misbahul huda və səfinətin nicat. Həqiqətən Hüseyin hidayət çırağı və nicat gəmisidir. Yəni, bu da bir başqa hədisdir. İmam Hüseyin əleyhissalam böyüklüyü, əzəməti. Yəni, İslamın içində mənim həqiqi yolumu davam edən və lokomotivə aparıcısı olan, yəni Hüseyindir və onun atası Əmirül-Möminin və onun övladı Hüseyin və onun övladlarıdır. Yəni imamlardır. Həqiqi nəbəvi dinin, Allah tərəfindən Peyğəmbərə göndərilən dinin, seçilən dinin həqiqi davamçıları, yəni bu ailədir, bunlardır. Hüseyin və atası və onun övladlarıdır. Nə seçilmiş şəxslər, bu din içində bu müsəlmanlara rəhbər olanlar yox. Bu tarixi bir prosesdir. Bir var ilahi dinin ilahi din üçün seçilənlər. Bu Allah
Yəni bu Allah tərəfindən gələndir. Allah tərəfindən. Bu peyğəmbərdir və onun ailəsidir. Peyğəmbərin kəlamı ilə də təsdiqləyir ki, həqiqi din, həqiqi yol elə imamların bizə qoyduğu yoldur. Hüseyn və Hüseynin balaları və onun atası Əmir Əlmun və anası xanım Zəhra salamullahi əleyhanın bizlərə öyrətdiyi, göstərdiyi, qoyduğu yoldur. Elhamdülillah, çox şükür Allaha bizlər bu pak, müqəddəs, əzəmətli yoldayıq. Bu yolun davamçılarıyıq və Allahdan da istək arzularımız budur ki, sizlər də bu yolda sabit qədəm olasınız. Allah sizləri bu yoldan ayrı salmasın. Hər zaman bu yolun xadimi, xidmətçisi qərar versin. Əziz, dəyərli müsəlmanlarımız, hər iki dünyada bu pak, müqəddəs şəxslər bizlərə köməkçi və şəfaətçi olsunlar. İmam Səccad əleyhissalamın da dəyəri haqqında onu demək olar ki, İmam Səccad əleyhissalam imamətin içində dua vasitəsilə, elmi dua dili ilə ən çox bizlərə təqdim edən, mənəviyyata, insanın daxil aləminə xitab edən şəxsdir. Əlimizdə dua külliyyatı var. Tək o da ondan başqa bir İmam Səccaddan bizə əlimizə çatan mənbə hüquq nəzəriyyəsidir. Elə hüquqdur. Yəni orada aşkar olaraq heyvanlardan tut, insanların bütün haqq hüquqlarını orada ağa təsbit edir. Yəni onu böyük akademik mərkəzlərdə həm araşdırılır, həm də tədris olunur. Dünyada yəni insan haqları son 100 ildə yəni məşhurlaşdı. Bunun haqları qorunmaq, bu heyvanların, təbiətin haqları təzə bir məsələdir. Yəni insan hüquqları içində gündəmə gələn məsələ, amma İmam əleyhissalam 1400 il öncə bunların hamısını bizlərə təqdim edib. Heyvanın haqqı nədir, insanın haqqı nədir, təbiətin haqqı nədir, ağacın haqqı, hamısını bizə o kitabında göstəribdir. Elhamdülillah, bu dərin mənbələr biz Əhl-i Beyt sevərlərin əllərində bu qaynaqlar var. Və qarşıda Şabanın ortasında da bir əzəmətli bayram gəlir. 12-ci imamımız İmam Sahib Əl-Əsr və Zaman əleyhissalamın şanlı, əzəmətli mövludu gəlir. Öncədən onu da təbrik deyirəm sizlərə. Allah ağanın da zuhurunu tez təcil eləsin ki, aləmi nuru ilə, işığı ilə, ədaləti ilə bəşəriyyətə işıq versin, nicat versin. Dünyamız zülmdən, haqsızlıqdan qutarsın, insanlar rifah içində, sevgi içində yaşasınlar. Bu ayın da hörməti, əzəməti ondan ibarətdir. Çoxlu dualar eləyək, namazlar qılaq, ibadət eləyək, çalışdığımız qədər oruç tutaq. Dalından da Ramazan ayı gəlir ki, Allah ayıdır. Allah sizlərdən hər birindən bu əzəmətli ayın zəhmətlərini qəbul eləsin. Bu mövludları hər birinizə təbrik deyirəm. Allah sizləri qorusun, hər birinizə can sağlığı arzulayıram. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh.